Bugün Ahıllara və Tənhalara Dəstək İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova ikinci nəfəs layihəsi çərçivəsində həssas qrupun nümayəndələri üçün ad gün tədbiri qeyd etdi. Doğum günü tədbiri Binəqədidə yaşayan Sartel Cəfərova, Anaxanım Əmraslanova, Nisə Məhərrəmova üçün təşkil olunub. Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ikinci nəfəs ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili layihəsi çərçivəsində baş tutub. Bugün buraya yığışmağımızın səbəbi 3 nəfər xanımın ad günüdür. Sartel xala, Nisə xanım, Ana xanım xala ad günlərini bura qeyd etməyə yığışmışıq. Bu layihəni QHT-lərə Dövlət Dəstəyi Şurası dəstəkləyib. Bu o deməkdir ki, dövlətimiz sizin qayğınıza qalır. Maraqlanır ki, hardasınız, nə edirsiniz, kimlər sizə xidmət edir və sizin istirahətinizi gözəl təmin eləmək üçün bax bugün buraya həm də yığışmışıq. Nə sizə arzulayıram? İstəyirəm ki, yaşınız daha uzun və sağlam olsun. Bax bundan gözəl sizə nə arzulayım ki, uzun və sağlam. Sizə də yenə bir qadına nə lazımdır, bir insana nə lazımdır? Sağlamlıq, sağlamlıq. Sizə də eynən, Ana xanım xalaya. Xoş gün, can sağ olun. Bəli. Ad gününüz mübarək olsun, yaşınız uzun olsun. Mən də Ruhiyyə xanımın fikirlərinə razılaşıram. Təbrik edirəm gözəl xanımları və Ruhiyyə xanıma təşəkkür edirəm ki, bu gözəl xanımlarla və başqa digər yaşlı xanımlarla məni tanış edir və biz də gözümüz çatan xeyriyyə işlərimizi dəstək oluruq və təbii ki, dövlətimizin diqqəti sayəsində yəni bu işlər həyata keçirilir. Ruhiyyə xanıma çox böyük təşəkkürüm var. O ki, bizi yaddan çıxartmır, bizi həmişə öz təşkilatlarıyla birlikdə yoxlayırlar, bizə qiymət verirlər, bizi yaddan çıxartmırlar.